Vay! Cenab-ı Həmin xoş gördük səni, 52 salam. Harada itib batmısan bana? İstatiya necə oldu? Bağışlayın, mani oldum. Xoşdur. Hörmətli Salman bəy, Bey, məqalə sabah çıxacaq. nə olar gözləyərik? İndi isə redaktorun tapşırığı ilə sizdən, Dövlət Dumasının deputatından müsahibə almalıyam. Doktor, sözlərə fikir verək. Əcəb sözlərdir. Həmidcan, sizin sensasiyanız bütün şəhəri lərzəyə salıb. Hamı ondan danışır. Təbrik edirəm. Nə olub bəgən, doktor? Bəy, məyər siz dünənki qəzetləri oxumamısınız? Hə, mənim bu hökumət işlərindən başım ayrır ki, hələ qəzet də oxuyum bana. Sən bir tərəqqiyə bax. Sən bir progresə bax. Nə olub axı? Pansiyonun nəcib qızları Üzeyir Bey'in arşınmalarını oynayıblar. Necə? Bax, bu doğrudan da sensasiyadır. Sizi təbrik edirəm cənabı jurnalist. Bəy, görürsünüzmü bəy? Sizin nişanlınız nə cür bir cəmiyyətdə təhsil və tərbiyə alır? Ala, başqa cür ola da bilməz. Heç başqa cür ola da bilməz. Deyirəm, doktor. Bəli. Bəlkə o Üzeyir Bey'i deyək gəlib bizim meclisdə otursun, bizi feyziya biləsin, hə? Dəvət eləyək də onda. Məyər unutmuşsunuz ki, Üzeyir Bey musiqidən başqa filyeton da yazır, özü də qələmi çox kəskindir. Çok fakizler ha. İstil faytonda yazmır, öyündə yazmır, harda yazmır. Mənim üçün nə fərqi, mənim puluma minni. Bəy, nə danışırsınız? Nə olur bak ya la? Siz heç bilirsiniz filyeton nədir? Nə də bak? Bu başdan ayağa tənqiddir. Mən üzr istəyirəm, Salman bəy çox təvəqqə edirsə, mən sizin xahişinizi Üzeyir bəyə çatdıra bilərəm. Yo, lazımdır. Məsləhətdir. Bir de ki bizim oyununda işimiz açı, yakın gelin. Əyləşin. Yavaş doktor bu kartları paylasın. Biz de müşkülat edip devam edeyik de. Həmidcan, sen bacarırsan ya yok? Belə də bəy, azmaz. Azmaz. Tanış değilsiz. Xeyr, biz tanış deyilik. İzin verin, özümü sizə təqdim edeyim. Fotoğraf Əli bəy, muxbir Həmid. Həmid, bax həmən bu. Əli bəy içəri girən kimi dedi ki, azmaz oynayıram. Elə bax sənin kimi. Amma buna bax, gör nə qədər bir çələ puludur. Yaxşıdır ki, sənlə gəlmiş. Doğrudan bəlkə bizimle oynayasınız. Keç otur. Yox, mən hələlik həyatda uduzuram. Uduzursan, hala oturma. Mənə də elə uduzan adam lazımdır. Keç otur yine. Bu doktor ki, həmişə mənə uduzur. Lezzət eləyib uduzan adam axtarım mənə. Bəy, belə hesab edin ki, mən artıq sizə uduzmuşum. Nöşün ha? Səbriniz var Həmid. Uduzmaq üçün oynamaq lazımdır. Uduzanda da kişi kimi ləyaqətlə uduzmaq lazımdır. Necə ki bizim Dövlət Dumasının qraslısı, hörmətli deputat cənab Salman bəy. Doktor eşitdi. Kişi. Bey, özü də deputat. Əcəb sözlərdir, adamın canına yağ kimi yayılır. Gəlin içək bu sağlığa. Həmidcan, bir keyfsiz. Gəlin için bizlə. Buyurun. Mənə bax, Həmid, heç ağlıma gəlmir. Bax, hindi başa düşdü. Hindi başa düşdü. Bildim ki, pulun yoxdur. Kişi, sən Allah baxışla. Ala. İnanlı oxuduğuma and olsun. Bundan artıq yoxumdur. Sabah banka gedib, pul alıb, sənin dərslərimin də haqqını verəcəyəm. Elə istasyon, hindi tutumunu keç otur. Sağ olun bəy, sağ olun. Elə sabah hamısını bir yerdə versəz yaxşı. Ana olar, özün bir mən gidib oynayasan yani, ürəyin darıq. İstəyirsiniz, mən sizə rəspiskasız pul borc verim. Ara, nə danışırsan, ara? O pulları degmək olmaz. Mənim ümumiyyətlə oyun üstündə borc verəndə əlim kesilir. İstəyir mən olum, istəyir özgəsi. O pulları səhərəcən də olsa səninlə oynayıb qeytərməsəm, gecə gözümə yuxu girməz. Keçin oturun görüm. Gözün aydın olsun Hacı, bu tat qardaş. Bəh, doktor. Əcəb sözlərdir. Adama lezzət ver. Xanım, bəyəm sən məni səhər təbrik eləməmsən, xeyr ola. Heç bilirsən, səni yan otaqda kim gözləyir? Birdən gübürünü atın kənara. Xeyr,
Cənab uçitel öz gözəlçəsiylə. Gəliblər. Gəliblər ağız. Hə? Baxsı. Hoş tutdu. Onda get mənim o uzun pərcəyim nədir? Fırak. Ha, o fırakı getir gidin. Oş. Yaxşı deyil də cəmaat arasında belə çıxmayın. Ay, Nökər Qarabaşı da deymək ki, amelli başlı farahat dursunlar. Doktor, görəsən çox küfürdir. Qoy bir baxın. Vay, vay. Ha, adam yatsın yoxsuna girsə ağzı əylər. Buna bax, elə bir fırt eləyib, İsmail'in burnundan düşüb. Bıxsız İsmail, doktor. Bıxsız İsmail. İzin verin mən də baxım. Hələ keç, bax. Mən gülün dərmişəm, sən gülabın çəkəcəksən. Bəy, Hə? sizə həsəd aparmaq olar. Kimə ələ mənə? Ələ salmısan məni? Qundağdakı uşağa göstərsən, onun uşağın dili ömrü billah tutular. Yekə kişisən. Səlman bəy, siz artıq Səlman, indidən Peterburqdakı öz gələcək həyatınızı təmin eləmişsiniz. Asudəçilikdən inanın, heç bir narahatçılığınız olmayacaq. Doktor, deyirəm bir daha çarşafdan zatdan bəlkə başına atan bu abırsızlıq görsənmə. Bəy, nə danışırsan? Cəmiyyət sizi məsxərəyə qoyar. Çarşaf nədir? Heç vaxt. Позвольте, Nə olub? позвольте, mən də baxım. Mənim üçün də çox interes edəcəksiniz. Buyur, buyur Əli bəy. Sənin məsləhətinə mənim böyük ehtiyacım var. Buyur. Ay moment. Buyur, buyur. Nə oldu Əli bəy? O bıksızı değilsiniz. Əcəb qızdı çizsiz. Bəy, eşitdin? Gözlə gör kim deyir? Şəhərin birinci fotoğrafı. Molacaq. Doğrudan deyirsən, yoxsa? Просто прелесть. Bir də baxın. Canım Həmid, bəlkə siz də buyurub baxasınız. Get bax da. Mən özgələrinin nişanlısına baxmıram. Baxanda nə olar? Həmid gəl sən də bax, məsləhət elə də. Adam adama nə gün də lazım olar? Həmidcan, mən elə gəlir ki, orada dayanan Firuzə xanımdır, Rəna yoxdur. Necə də yoxdur? Mən elə gəlir ki, Firuzə xanım uçitilindən dil tapıb ola bilər. Ay qardaş, görürəm gözəlçəndən gözümü çəkə bilmirsən ha. Pəri, baldızlıq eləmə. Qulağımda sırğa elədilər. Mən sənə gələcək arvadım haqqında belənçi sözləri danışmağı icazə vermirəm. Ha, bəxtəvər başımıza. Zəvzeyli eləməkdənsə get gör həyətdə nə söz dur. Yeri. Ay Allah bəvdələri, bu nə işdir? Niyə mən evimə bıraxmısın? Ay Allah, bir şey görürsən nə olur? Ay yetimlər, ağlayın, ağlayın, ay bala. Bu kişiyə görəsən nə olub belə, hə? Əli bəy, o gün doktorun oxuduğu kitabdan belə məlum oldu ki, yer kürrəsi fırlanır. Yox, mən bir söz demirəm. Əgər əmləri yer kürrəsi fırlanırsa, bəs biz onun üstündən necə durmuşuq? Vay, bir abur olduq. Nə olub, ha? Saycahan olduq. Yenə nalon xəbərlə gəlmişsən, nə yetimçi səslərin oradan gəlir? Onlar sənin yetimçələrindir. Mənim yetimçi səslərim. Onları bura kim götürüb al? Anaları ilə gəliblər. Hə, səninlə görüşməyə, vidalaşmağa. Uşağı heç vidalaşmaq geredir. Saç camaat tökülüb gələcək. Mən Peterburg'a da gelmirəm ki. Onlara kimsə deyib ki, güya sən ölürsən, balalarınla da görüşmək istəyirsən. Bu deyil, Gülbala onları güclə aşağıda saxlayıb. Doktor, ne olur? Sen bu işi görme, o gün atsa olanlar gelecek, yağlılar. Ha, baş üstüne. Bu nə sözlərdir mən eşidirəm? Siz evlisiniz? Dəhşət. Hələ uşaqlarınız da var. Müsibət. Bəs bunu məndən niyə gizlətmişsiniz? Bu rüsvayçılıqdır. Bu biabırçılıqdır. Ah, hər şey pozuldu. Əşi doktor, sen özün demədin ki, mənə Abrazavozka lazımdır. Mən sizin evli olduğunuzu bilmirdim. Əşi, evli olanda ne olan ay doktor? Onlar kənddə, biz burada. Əşi, sen geç otur. Ay doktor,
Diyan bir kulak asmara da Gülbala onları yemeğini aparır, pulunu aparır, giyimini aparır, daha ne lazımdır? Ben ki onları incitmiyorum. Başa düşün. Yiyip içmek, pul öz yerinde. Bu hadisenin özü rüsvayçılıqdır. Sabah bütün şehir danışacak. Doğrudan da yavruçılıktı. Какое безобразие. Честное слово. İşidirsiniz mi bey? Sizin bu hareketleriniz dile dişe düşecek. Burada metbuat nümayendesi. Ben de o hakkım hayalindesi bildi. Bütün alem bilecek. Burada fotoğraf. İndi hele qonaqlar da gelecek. Korkuram bey. Buna göre sizi deputatlıqdan məhrum eləsinlər. Şimdiden neylemişim? Necə yəni neyləmişəm? Necə yəni neyləmişəm? Duma Glasnısının əsl əziyyət kimi 2 arvadı var. Sabah bütün gazetlər bar bağıracaq. 2 arvadlı deputat. Тебе это надо. Ay doktor, ay kurban olum sənə, mən ki hələ toy eləməmişəm. Elədir. Ancaq yan otaqda nişanlınız, bu bir otaqda arvadınız uşaqları ilə, burada mən. Doktor, sən Allah əsəbləşmə, keç otur, Мне istərsən. это надо. Ay doktor, otur sən, sənə qurban olum. Sən hirsüyü bir baskı ilə, hösölüyü dar elə yenə, ay kişi, sən fikirdək, görək biz bu çətinlikdən, rüsvayçılıqdan hansı yol tapıb aradan çıxa bilərik. Ay fikirdək, ay doktor. Господи. Vay! Cenablar, cenabları icazə verin. Mən bu işe karışım. Hürmetli cenab deputat, emrinizi gözləyirəm. Hürmetli cenab deputat, emrinizi gözləyirəm. Oxay, oxay. Heç rəvadır ki, mən belənki sözləri eşitməyim. Sənə qurban olum, sənin qadalı alım Əli bəy. Bizi bu cəncəldən qutar yenə. Ay moment. Hara deyirsən orada gediş. Başınız. Başınız. Dur ayağa. Siz xanım rica edirəm, bəyin külfətini bura çağırın. Ana onları neyin nişanayıb? Hey, mən ne inədiyimi çok yaxşı bilirəm. Xahiş edirəm mənə mani olmayasın. Nöşkə mısın? Gir çağır da. Daha ne kuruluğum? Siz burada deputatı giyindirin. I am moment. Ne diyor onu eləmək lazım?